Kardeşlerden biri geldi. Peter ağa sana elə bir toy eləyəcək ki, gel görəsən. Kardeşler heç bir xəbər göndərməyiblər. Bilmirik hardadılar. Sən toydan danışırsan. Qulaq as, niyə? Axı, deyəsən qardaşlardan biri, o deyəsən çalpabaq idi, qarapabaq idi, bilmirəm. Onlardan deyəsən biri axı İstanbuldadır. Ana, o birinci il idi. Bəs sonra o birisi qardaşlar hardadır? Bilirsən? Yox. Qulaq as, bəlkə gedəsən Peter ağanın yanına, yəqin ki, onun bir xəbəri olar. Doğrudan deyirsən. Ha. Getmək olar. Niyə olmur ki? Gedin. Yox ana. Yox. Utanıram. Nədən utanırsan? Ana, yox. Deyəcək ki, gəlib qardaşları soruşmağa. Bəs neyniyək? Ay ana. Ha. Ay ana. Nə olar? Deyirəm bəlkə sən gedəsən, hə? Mən? Hə? Ha, yox, Sən mən get yox. soruş Yox, ana. yox, mən Nə yox, olar? mən Xahiş eləyirəm. Yox qızım, yox, ayıbdır. Mən yox. Ana. Ha. Həm Peter ağanı görərsən, həm də bir xəbər gətirərsən. Ha. Gedirsən ana. Yaxşı, sənin xətrinə gedərəm. Anam, gözəl ana. Yaxşı, yaxşı. Dayan görüm. Ana gözəlsən. Şalı da at çiyninə. Bax belə. Gör nə qəşəng oldun ana. Yaxşı. Get. Ana, Peter ağaya məndən salam de. Amma demə ki, ya səni mən göndərmişəm. De ki, elə özüm gəlmişəm. Yaxşı? Sağ ol. I osztychorada говорят, że ty napomniasz deszcz poroe, zarywasz krewi, rewi zeleni, ogłuchasz sejro, najnową menę, zarywasz krewi, rewi zeleni, ogłuchasz sejro, najnową menę. Dawiało to minę, za menę ty si ručipista, pred tebe samo, a skoleniča, opivam svetlina i te običam. Pred tebe samo, a skoleniča, opivam svetlina i te običam. Yuxudan nə tez durubsan qızım? Deyirsən cehiz hazırlayırsan, hə? Adət eləmişəm, ay nənə. Hə, cehiz hazırlayırsan qızım. Yox, ay nənə. Cehizim çoxdan hazırdır. Və onda niyə belə tezdən uyanıbsan? Neynim, ay nənə? Beləyəm nə? Hə. Sən xeyir olar. Sən tezdən burada neynirsən? Özü də deyəsən buralı deyilsən, ha? Hə, bala, mən qəribəm. Peşəm dünyanı gəzmək, nağıllar, rəvayətlər söyləməkdir. Doğrudan nənə? Nağıl, rəvayət söyləmək. Bəli. Onda nə durmuşsan? Keç içəri. Sən nağıl, hekayə söylə, mən də səni dinləyim. Yaxşıca yedirib içizdirir. Yaxşı. Bax, qapımız oradadır, gəl. Buyur ay nənə, ye, iç. Halan xoşun olsun. Sağ ol qızım, sağ ol. Çox sağ ol. Nuş olsun ay nənə. Sağ ol bala. Görün bu ev həmişə ruzlu, Çox bərəkətli sağ ol. olsun. Deyirəm ay nənə, bəlkə fala baxmağı da bacarırsan, hə? Niyə bacarmıram ki? Doğrudan. Hə? Fala baxmağı bacarsan. Əlini ver görüm. Ve ne yazılı? Dayan görüm, dayan. Bircə sirrim var, o da burada yazılmayıb ki.
diyeceğim her şey yazılıp burada. Ne yazılıb ay nənə? Ay, yazılıp ki Hə. sen lap uşaq vaxtından yetim qalmısan, atasız böyümüsən. Elədir. Hə? Amma işləməyi çox sevirsən. Ay nənə, bunları mən də bilirəm. Sən də görün başqa nə yazılır. Her şey yazılı. Bu Nene. saat diyeceğim, dayan gör. Ne? Nənə, nə? Bu qəm kədər yüküdür dolu ürəyinə. Başqa. Məhəbbətdir, eşqdir. Bir de yazılıb ki, sen uzak bir sefere gideceksen. Uzaq səfər? Hə. Bax, bu ola bilməz ay nənə. Niye olmur ki? Görərsən. Ay nənə, mən görürəm sən hər şeyi bilirsən. Bəs. Onda de görüm. Axı niyə insanlar bir-birinin dəyərini qızılla müəyyən eləyirlər? Kim sənə qızıl bilərziyi gətirsə, ən ağır bilərziyi gətirsə, onunla da ərə getməlisən. Belə şey olar ay nənə. Bu saat mən səni başa salaram. Bilirsən nənə? Bilirəm. Eğer kim çox işləməklə, zəhmət çəkməklə qızıl əldə edirsə, bax, bu ədalətli işdir. Ədalət? Belə adamlar həmişə pak, namuslu olurlar. Hə. Amma kim ki quldurluqla, oğurluqla, kələkbazlıqla qızıl ələ keçirmək istəyirsə, bax bu rəzalətdir. Rəzalət. Hə, belə adamların nə qədər qızılı çox olsa, o adamlar o qədər pis olurlar. Bax, rəzalət də, ədalət də burasındadır. Başa düşdün? Başa düşdüm ay nənə. Sən nə yaxşı nənəsən. Hər şeyi bilirsən. Onda sənə bir sualım da var. Bax nənə, bu necə olur ki? Bax, bu rəzalət. Gelen. Bonka. Peter ağa. Bonka. Anam deyir ki, oğlanlarından ötürü yaman qəribsən sən ha. Ya eybi yoxdur kızım, eybi yoxdur. Ne qalıb ki? Bir de göreceksen ki, bu diye geldiler kızım. Ha? Ne qalıb? Tamam Peter ağa. Qarı nənə də elə deyir. O mənim falıma baxdı. Deyir ki, hər şey yaxşı olacaq. Qarı nənə, xoş gəlibsən. Sən doğrudan fala baxa bilirsən. Baxdın da mənim falıma. Belki benim oğlanların barədə bir şey eşitmiş olar ha kızım. Ha? Bax, o barədə hələ soruşmamışdım. Peter, Karı nene, sen bu geniş dünyanı gezip dolaşırsan, birbirinden seçilmeyen dört ekiz kardeş hakkında bir şey eşitmişsen, Eşitmişəm. ne eşitmişsen? Hər şey. Ne? Eşitmişəm ki, Aha. əkizlərdən biri ticarətlə məşğuldur. Tacirlik edir. Karvansara açdırır. Sağ ol oğlum, ben okşuyup, özüm okşuyup. Oğul gərək atasına oxşasın. Elədir. Bəs o birisi? bəs o biri qardaşlar haqqında? Hə, onlar haqqında da eşitmişəm. Eşitmişəm. Hə, deyirlər biri də yerdən qızıl çıxarır. Tərtəmiz qızıl. Nə gözəl. Hə, amma dürüst bilmirəm. O qızılı mədəndən çıxarır, yoxsa sahil qumlarını yumaqla yığır. Vallahi biri elə deyir, biri belə deyir. Nə fərqi var? Əsas odur ki, çıxar. Karı nene cemaatine gelip yalan danışsın. Yardım bir şey bilirler ki danışırlar da. Ah demeli, kızıl çıkarır. Çetin iş. Çox, Müsibettir. çox. Yer altından
çıxarmaq da, elə o sahil qumlarını yumaq da çox çətindir. Eyb eləməz oğul, eyb eləməz. Əvvəli çətin olur, amma sonra iş öz yerini tapır, Aynen nefes o biri kardeşler hakkında. İki kardeş kaldı. İkisi de bilirsiniz mi? Qarınanı. Bir şey bilirik ki, biri İstanbul'dadır. Hə. Ondan xəbərim, nigaran deyiləm, xəbərimiz var. O birisindən bir xəbərim yoxdur, nigaranam. O biri Ha. Ne oldu? karşı eşitmemiş olaydı. Kaş yalan olaydı. Değiller. Ha. Değiller. Ne deyirlər? Değiller. Ha. Değiller. Ne deyirlər? Biri de buldur olup. Nece? Buldur onu. Kuldurluğuna kuldur olup. Ama biri değil kasıblarla, fəqirlərlə işi yoxdur. Ama başka biri deyir ki, fərqi yoxdur. Eline kim keçdi, soyup bırakır. Hatta deyirlər, əkizlərdən ikisi quldur olub. Yok. Bunlar ayrı ekizlerdir. Bunlar benim ekizlerim değiller. Ben onlara öyle terbiye vermemişim. Yok. Bunlar yakın başka ekizlerdir. Her deyilen şeye inansan, gidip hara çıkarsan olmaz. Ben onlara öyle terbiye vermemişim. Bunlar benim evlatlarım değiller. Benim oğlanlarım kuldur olabilmezler. Yok. Dördüncü oğlan hakkında gerek hiç ne demeyeydim. Sen ne eşitmişsen onu da dedin de. Ben de gedim, baktı. Yaxşı yox. Qulaq as. Qarı nənə, birdən əgər əkizlər haqqında bir şey eşitsən, tez bizə xəbər verərsən. Yaxşı. Ay ana. Canana. Görürsen karı nene düzünü deyir. Nəyi? Əkizlərin quldur olmağını. Ah, sən də çox şeyə fikir vermə. Hər deyilən söz düz çıxmaz. Bir də gərək yaxşı fikirləşəsən ki, qarşına da yaxşı çıxsın. Aynen görürsen hiç büyüyüblər. Ha? Sence böyüyüblər? İndi elə nərgi doğulan olublar ki. Deyirəm. Deyirəm kaş indi sehirli bir şal ola. Atasan başına. Gedib qardaşların dördünü də görüb qayıdıb gələsən. Amma hardadır? Belə şey heç vaxt ola bilməz. Elə bilirsən ki, bu tək nağıllarda olur? Əlbəttə ay ana. Yox mənim gözəl qızım, bu elə real həyatda da olur. Ay ana nə? Sehirli şal, Ha. sehirli papaq, ayaqqabı. Ana ola İnanmırsan? bilməz. Onda Əlbəttə ki, gözlərini yox. yum. Gözlərini yum. Yum gözlərini. Baxma. Eşitdin? Siz də baxmayın. Gözlərinizi yumum. Yum. Ana güzel. Gözlərini aça bilərsən. Buyur. Ana. Bu da sehirli papaq, sehirli şal. Eğer sen bunları giyinsən, onda əkizlərin heç biri səni tanımayacaq. Doğrudan da. Eğer ben bu papağı başıma koysam, bu paltarları da giysem, axı kim diyebilir ki ben bonkayım, hə? Əlbəttə heç kəs deyə bilməz. Amma bir şərtlə, gərək səsini tamam dəyişəsən ki, səni tanımasınlar. Yaxşı.
bir de yadından çıxmasın, özünə bığ qoyarsan. Yaxşı ana! Sağ ol! Mənim əzizlərim, gördünüz Bonka necə qoçaq qızdır, hə? Qoçaqdır ya yox? Deyil. Qoçaqdır, ay sağ ol. Gördünüz Bonka necə hazırlaşdı oğlanların görüşünə? İndi görək, Bonka əkizlərdən birinci hansına rast gələcək, ha? Sizcə birinci kimə rast gələcək? Sizcə kimə rast gələcək? Baxaq. Nə bilim. Baxaq görək. Bonka hələ gedib onları tapacaqmı? Sizinlə birlikdə indi baxarıq ki, Bonka onların hansına birinci rast gələcək. Bonkanı tanıyacaqlarmı? Tanıyacaqlar sizcə? Yox, mənə də elə gəlir. Amma nə bilim, baxarıq görək, tanıyırlar, yoxsa tanımırlar. Deyəsən gəlirlər, əkizlərin səsi gəlir. Ay uşaqlar, siz amma deməyin ki, Bonkanı tanıyırsınız, yaxşı? Danışdıq? Ay sağ ol, Bonkanı tanımırıq. Oldu? Görək nə baş verir. Gör neçə yol var. Yollar dünyanın sinəsinə necə də kəmərləniblər. İndi mən qardaşları tapmaq üçün hansı səmtə, hansı yana üz tutum, hə? Hey! Əkiz qardaşlar! Səsimə səs verin! Səsimə səs verən yoxdur. Neyniyim? Gözüm tutan bu yollardan biriyle getməliyəm də. Gedim belə. Muasir bulduram ben, herkesi talaram ben. Bakmaram dosta tanışa çalmaram güzel yaşa. İşim çok güzel senek, her zaman soyan dönek. Muasir bulduram ben, kimse kaçmaz gözümden. İşim yok güzel senek, her zaman soyan dönek. Muasir bulduram ben, kimse kaçmaz gözümden. Allah! Oh! İşler ağadır. İşlerin. Oy! Oy ola! Sağ ol. Sen kimsen? Mən yol köçürdüm. Dedim, yəni burada diyalog. Gel buraya. Gel buraya hiç korkma. Gel buraya. Gel bir yerde çörek yiyek. Ha. Ha? Hop. 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 Korkma gel sana bakayım. Hardan mən mən qorxuram. Mən səndən
Necə, sən məndən qorxmursan? Qorxmuram. Hə. İndi sənə kim olduğumu desəm, Hə. sən məndən qorxarsan. Mən quldur qara papaq. Quldur qara papaq. Baxdın? Mən yox, baxmadım. Hə, sənin mənim kimi kasıb-küsublarla nə işin var? Səninki varlı adamlar deyə. Onu düz deyirsən. Kəsib də olsan başın işləyir. Otur ye, nə qədər istəyirsən ye. İstəyirsən yenə sifariş verim, yenə ye. Yo. Mən bunları yeyim. Hələ bir bilmirəm ki, bunların pulunu mən hardan verim sənə? Ala, qorxma! Qorxma! Yavaş. Məndə pul var, narahat olma. Yersən, əvəzində kömək eləyərsən bax bunları, yükləyər yata. O qədər ağır deyil içindəki daşdır, daş. Mən bunları... Daşdır, elə bilə. Bilirsən bunun içindəki nədir, hə? İçindəki nədir, hə? Qızıldır, qızıl. Qızıl? Ha. O qədər qızılı hardan talayıbsan elə? Talamışam, hə? Bilirsən, saxta pulla aldım. Əsl pul olsaydı 100 bu qədər almaq olardı. Doğrudan? Amma məni aldatmaq istəyirlər. Elə bizlər qulduram deyə heç nədən başım çıxmır. Yaxşı, mən bu qədər pulu nə edirsən? Mən nəyinə gərəkdi bu qədər qızıl? Hə? Bu qədər qızıl. Hə. Mən mərd gəlmişik. Başa düşürsən? Mərd? Hə. Nə mərd? Bir qızın üstündə mərd gəlmişik də. Qız, o qız kimdir elə? Barı gözəldirmi, hə? Əşi, 4 il bundan qabaq gözəl idi. İndi yəqin arıqlayıb çəpişə zada dönüb, nə bilim, çoxdan görmür. 4 il bundan əvvəl, hə? İndiyə qədər sevirsən o qızı? Sevirəm. Hə? Əşi, sevgi, məhəbbət keçib gedib, Mən artıq böyümüşəm, mən indi həyatı başa düşürəm. Mən indi pulu, qızılı, var dövləti hamısından çox istəyirəm. Başa düşdün? Gör nə qədər qızılım var. Hə, Yaxşı. mənə atamdan, anamdan. Yaxşı, gəl, kömək eləyim səni, aparsınlar. Ya. Aparaq. Apar, kömək. Sən zəifsən, qızı oxşayırsan, ya. Diri baş ol, kömək elə. Gel. Sırıştırdım saxta pulları ona. Saxta pulları attım. Öz kardeşimi de anlattım. Ayağınla var dövlet ne şirin şeydi. Kardeşimi de anlattım. Doğma kardeşimi de. Hay. Sen kimsen? Göz kırpımında hardan peyk oldun ha? Mən yolçuyam. Quldur qara papağa kömək elədim ki, xurcunları yükləsin ata. Özüm də qərar aldım ki, biraz burada dincəlim. Quldur qara papağı hardan tanırsan ha? Hardan tanıyacam, Quldur qara papaq mənim kimilərlə dost olmur, kömək elədim ona. O eləci lafdır. Bilirsən, heç kim ona dostluq edə bilməz. Bax, mən onun doğma qardaşıyam. Oxşayıram ona. Bir dənə buradan bax, oxşayıram. İndi buradan bax. Amma onu aldatdım onu. Qızıl əvəzinə qurğuşun suyuna salınmış dəmir tələdim ona. Doğrudan? Yaman bicim verirsən, ha? Mən uşaqlıqdan beləyim, bəyi aldatmışam, keşke kələk gəlmişəm. İndi nə? Neysə bir mərc haqqında danışırdı. Deyirdi ki, pulları mərc. Mərc? Ay! Nə mərc belə? Yadımdan çıxmışdı. Axı mən də mərcdə iştirak edirəm. Doğrudan? Biz 4 qardaş bir qızı sevirik. Mərc gəlmişik. Kim ağır bilərzik gətirsə, qızı o alacaq. Bəs sən indi bir şey eləyirsən? Yox, nə bilim, istəyirəm qayıdım. İstəyirəm qardaşlarıma üstün gəlim də. Ancaq buna görə? İstanbul buradan çox uzaqdır. İstanbul'u neymişsən, Olmayasan da sultanın qızına aşık olmaq istəyirsən, onu almaq istəyirsən, hə? Ya. O işlər mənlik deyil. Yaxşısı budur, gəl mənim yanımda işlə, hə? Hərdən bir ayda bir dəfə də sənə yemək verərəm. Çox sağ ol. Mən özüm üçün başqa iş taparam. Başqa iş? Buna bax, mən bunu adam eləmək istəyirəm, gözünü açmaq istəyirəm. Özün bilərsən, geri get, mən pullarımı sayıram. Sən onsuz da mənim gözümü açdın. Salamat qal. Sağ ol. Sağ ol. Əlvida. Çal baba.
Her yıkaran bir felek, her yuvarlanan felek. Kızılda doymaram ben, esil senek yaram ben. Her yıkaran bir felek, her yuvarlanan felek. Kızılda doymaram ben, esil senek yaram ben. Qaldı iki qardaş. Qaldı iki qardaş. Hə, deməli qaldı. Ağ papaq, bir də gül papaq. Ay, birdən qorxuram ki, bu iki qardaş da o biri qardaşlar kimi ola. Bax, onda mən nə edərəm? Qardaş, buradan iki ceylan kaçmadı ki, ha? Hav! Bu neydi? Ne oldu? Korktun? Yox, bunu aşağı. Hə, qorxma. Əla həzrət, Hə, buradan Əlahəzrət. ceyran meyran qaçmayıb. Mənsə həqiqətən qorxdum. Mən hələ həsrət deyirəm, niyə qorxursan? Mən... Ne Türkçem ne de paşa, hoş gün olan yerde yaşa. Hayat keyifli baştan başa yurdum unutmuşam ben. Cennete düşmüşem ben, ataram dolu yurdum. Hoş hayata ne sordu ne güzeldi bu alem. Cennete düşmüşem ben, ataram dolu yurdum. Hoş hayata ne sordu ne güzeldi bu alem. Mən Türk deyirəm, heç paşa da deyirəm. Görmürsən başımda balqar papaqlar? Mən vəzirin dəstəsindənəm. Hə, Doğrudan? bax, hə, Yalan. vəzirin dəstəsindənəm. Mən vəzir ova çıxanda itlər hürür heyvanları qovurak ya, hə bir yerə. Ha. Onlar da olur. İtlər xəstələnəndə növbəyə məni çıxarırlar. Mən belə hürürəm. Heyvanlar, ceyranlar qorxur. Onları gətirəm onlara tərəf. İtlər xəstələnəndə mən işə çıxıram. Onda böyük adamsan, ay amma. Böyük adamam. Böyük adamam deyirsən, qoy oğlum böyük adam da. Bura bax, sən hardansan ha? Mən, sən tanımazsan. Mən... Struma çayı, eşitmisən? Nə? Struma. Struma! Ha. Sən Strumadasan? Ha! Gəl bura qardaş. Gəl səni bir bağrıma basın. Sən mənim kəndimdənsən. Biz həm yerliyik qardaş, həm yerli. Sən Əkizabat kəndini eşitmisən? Əkizabat kəndini eşitmişəm. Bax, mən Əkizabatdanam. Bax, mən elə gəlir ki, Əkizabatdan gözəl kənd yoxdur. Kəndiniz üçün heç darıxırsan, hə? Darıxırsan. Əvvəllər Əkizabat üçün darıxırdım. Hə. Amma İstanbul cənnətdir, cənnət. Günüm yeyib içməklə keçir, yeyib içməklə. Mən burada çox mutluyum. Türklər məni qonaq aparıyorlar. Bilirsən, keçən dəfə də vəzirin qızı mənə deyir ki, ağ papaq, ayaq papaq, məni al. Deyirəm, hə, sən alacam, Xürrəm Sultan kimi başlayasan məni idarə eləməyə. Nə inirəm sən, hə? Deyirəm burada yaman kəf eləyirsən, hə? Hə, pis işdə yaşamıram. İstəyirsən, sən də burada işə düzəldin. Sən də it kimi hürərsən də. Yox, çox sağ ol. Ondan asan iş var. Qardaş, çox sağ ol. Mən özümə başqa iş taparam. Bu iş mənim qətiyyən xoşuma Nə gəlir. gidiyorsun? Üzüm belə sevir. O sən mənə tanış gəlirsən. O sən mənə tanış gəlirsən. Əlvida. Harda görmüşəm? Əlvida, sağ ol, sağ ol qardaş, sağ ol. Söz deyirəm, qulaq asma. Hə. Mənə bir yaxşılıq edə bilərsən. Buyur qardaş, buyur qardaş. Bir də mənə bax. Sən qıza oxşuyursan, Əş, Sən yox. qız olar. Əş, onsuz da indi şəhərdə qız oxşayan oğlanlar çoxdur. Qulaq as mənə. Sən Əksabada gedərsən, hə? Orada bir dənə arvad var, adı da yadımdan çıxıb indi, qocalıb indi. Orada Roza, Yelena xala. Hə, Yelena xala Yelena. taparsan. Onun bir dənə qızı var. Adı Bankadır, nədir? Bonka. Ona deyərsən ki, denən ki, artıq məni gözləməsin. Ben bir şeyler uydurdu. Denən ki, məni gözləməsin. Yaxşı. Bəsdir, mənim yolumu gözlədi. Bəsdir. Yaxşı. Əlvida.
Denən ki. Mən ona necə deyim bilmirəm. Ha, necə istəyirsən de də bir şeyler uydur. Denən ki Türk olup, suda boğulup. Ben artık burada mutluyum, anlıyor musun arkadaş? Benim sıcak yuvam var. Ben çok mutluyum. Abi. Yaxşı, hadi. yaxşı. Orada bir köy var uzaklarda. O köy benim köyümdür. Bircə ümidim gül papağadır. Birdən qorxuram gül papaq da belə olsun. Amma yenə də ümid eləyirəm. Birdən elə gül papaq da elə olsa, Allaha yalvaracağım ki, bir at göndərsin. Üstündə də bir igid. Qardaşları məğlub eləyib, məni ata mindirib qaçırtsın. Başqa çarəm yoxdur. Buralar ne güzeldi. Belki de her şey çok adidir. Ama her şeyi böyle güzelleştiren. Bak bu Balqar mahnısıdır. Eşidirsiniz. Ay. Sen. İlahi. Sen. Sensin o. Hoş gelmişsin ay kardeş. Sen buna nece gelip çıkmışsın ay kardeş? Burada bir ilgiciliği yok diye. 4 yıldır burada tekem tek. Adam yüzüne hesret ama ay kardeş. Yaxşı geldin. Burada təhlükə vermirsən. Eşi, bezmirəm, mənim başqa məşğuliyyətlərim də var. nə? Şey becərirəm. Başqa işlərim var, uzun məsələdir. Danışmağa başlasam gərək səhərə qədər danışım. Xoş gəlmişsən, gəl əyləş, gəl. Nə yaxşı Sağ ol gəlirsən. qardaş. Bilirsən, mühüm işlərim var. Yoxsa sənə danışardım, nələr baş verib. Sən hardan gəlirsən, necəsən? Mən çox sağ ol. Mən yaxşıyam. Sən deyirdin, vacib işlərim var. Ondan çox şey asılıdır, nə bilim nə asılıdır. Bax, Yaxşı, bu saat sənə izah eləyərəm. Bir saniyə gözlə. Bu saat sənə izah eləyərəm. Gül papaqdır. Bax, bu çiçəyi görürsən? Bax, bu çiçək gözəl bir qızın hədiyyəsidir. Dünyada ondan qəşəng, ondan yaraşıqlı qız yoxdur. Amma o qızla evlənmək üçün qardaşlarımla məhz gəlmişik. Onlar baxın. Bax, məhz gəlmişik ki, kim ağır bilərzik gətirsə, qız da onunla evlənəcək. İndi o vaxtda mən bu meşəliyə çəkilmişəm. Səhər o başlarından dururam, dənizin sahilindəki qumu yuyuram, qızılları seçirəm. Bax, gör, əziz bonkama nə düzəltdirmişəm. Oo! Nə güllər bilərziydi. Quşları da çox qəşəngdi. Mənim bonkam... Onlar taxın. Tax. Taxma. Mənim bonkam pərişan olanda o quşlar onun üçün nəğmə oxuyacaq, qardaş. Yox. Bonka səndən heç vaxt pərişan olmaz. Hə? Sən oradan bilirsən. Bəs. Birdən başqa qardaşın qalib gəldi, o mərci utdu. O qalib gəldi, bəs olar. Hər şey ola bilər. Amma mən elə şeylər fikirləşmirəm. Mənim bonkaya olan sevgim o qədər üstündür ki, bilirsən, mən uduzmaq haqqında düşünmürəm. Bir də bir şeyi əldə eləmək üçün ona gərək çox inanasan. Çünki ümid, inan həyatın sərmayəsidir. Danış! Sən danışanda mənim çox xoşuma gəlir, danış! Danış! Tanımadığım adamla çox danışıram. Amma ki, bonka ilə danışanda qulaqlarıma kimi qıpqırmızı qızarırdım. Necə bilirsən? Bonka mənim kimi utancaq bir oğlanı az da olsa sevər. Azca nə deyə? Lap özündən də çox sevər. Bir də bilirsən. Sən oradan bilirsən ki, məni sevər bonka, hə? Mən də bilməyim, bax kim bilsin. Mən də bilməsəm kim biləcək, hə? Hardan bilirsən, hardan? Mən falçıyam, Bəs də, heç falçı yoxşamırsan. Bir də ki, adamları ələ salmaq yaxşı deyil, ha? Mən səni ələ salmıram.
İstəyirsən sual ver, cavab verim. Al bunları qardaş. Sual vereyim. Yaxşı, de görün biz neçə qardaşıq? Siz neçə qardaşsınız? Amma gərək sənin başından bir tük çəkim. Gəl. Qardaş sən, siz 4 qardaşsınız. Oy. Səndən başqa sənin 3 qardaşın var. Ay. Deməli, ağ papaq, qara papaq, bir də sərf eləmirəmsə, çal papaq. Hamısını deyəsən bildin ki. belədir. Adlarına kimi bilirsən. Yaxşı, mənim atamın adı nədir? Hə? Sənin atamın adı. atanın adı, bura gəl, bura gəl. Sənin atanın adı Peter ağa. İlahi! Hə? Onu da düz tapdın. Anan da rəhmətə gel. Yaxşı, sən çox maraqlı adamsan. Sənin haqqında bu ümqəyə danışırsam. Mənə də görüm. Bax, gözlərimi yumsam. Bax, nə fikirləşərəm. Bax, kimləri, nələri gözümün qabağına gətirərəm, hə? Sən gözlərini yumsan, bankanı görəcəksən. İlahi! Bir də doğma Əkizabad. Əkizabadı. İlahi, düz tapdın. Sənin haqqında danışacağam. Bu ümqəyə sən çox maraqlı adamsan. Qulaq as, Danış, təşəkkür sualım da var. ederim. Ona da cavab ver. Əgər ona cavab versən, Hayır, dünyada hayır, ən yaxın qardaş. dostum Hayır, olarsan. De hayır. görüm, məşqdə mən qalib gələcəm, yoxsa o bir qardaşım. Bax qardaş, bunu deyə bilmərəm. Niyə? Bilsən niyə? Çünki desəm ki sənə, sən qalib gələcəksən, onda sən deyəcəksən ki, əşi mən niyə işləyirəm, ansız da qalib gələcəm. Desəm ki, qalib gəlməyəcəm, deyəcəksən ki, yenə də işləyirəm, ansız da qələbə mənlik deyil. Amma yenə də desəm, nə edim, yenə deyə bilmərəm də sənə. Sən mənə tanış gəlirsən. Mən, Mən hər dəsə görmüşəm sən, amma gənə yadıma sala ala bilmirəm. bilər, insanlar Amma bir-birinə başın yaxşı oxşuyur. işləyir. Yaxşı, sənin başın çox yaxşı işləyir. Qulaq as mənə. Səhərə qədər səninlə söhbət eləyərdim, amma tez yatmalıyam. Gəl soyun yataq, gəl. Gəl soyun. Nə? Hadi, ha? Yox, qardaş. Mən getməliyəm. Gecənin sərnində yol getmək daha... Ay qardaş, qonaq Allah qonağıdır. Sən Allah gəl soyun. Ay, yox, sağ ol, qardaş. Sən mənim canımda soyun. Sağ ol, qardaş, sağ ol. Yox, qardaş, xudahafiz. Xudahafiz. Görüşərik. Salamat Sağ qal. ol. Özündən Sağ müğayət ol. ol. Uğurlar, ay qardaş. Uğurlar, sağ ol. Hə. Balalarım, bugün əkizləri qayıtmaq vaxtıdır. Gedim görüm, birinci kim gələcək? Kim daha qiymətli hədiyyə gətirəcək? Görək, Bonka kimi seçəcək? Hə? Sizcə kimi seçəcək? Kimi? Göreyim bu uşaqlar ne deyir? Siz kimi deyirsiniz seçecek? Niye gül kapağı? Başa düştüm. Sakit olun. Gül papağı deyirsiniz, biz de bakarıq görək. Gül papağı seçir, yoksa ağ papağı seçir. Şal papağı seçir, yoksa qara papağı seçir. İndi sizinle birlikte bakarıq görək. Bonka kimi seçecek? Dedim görün Bonka kimi seçecek? Her şey hazırdır. El beşiği yığıştırmışsın. Götür bunu kızım. Götür. Yığışdırmışım. Bəs bunlar harda qaldılar? Gelenler narahat olmayın indi gelenler. Doğma yuvaları buradadır. Harda olsalar kızım. Uça gelecekler. Narahat olmayın. Qarı nənədən ha? Bana bak. Git onu çağır. O bak bundan çok şey öğrenmiştik. Belki benim oğlanlarım var bir şey bilir. Yok. Git kızım Yok. git çağır. Git çağır.
Yazık bankanın ürəyi yaman əriyib ha. Elə mənim də. Keçən Qarı nənə, xoş gəldin qarı nənə. Mənə bax, hardasan, hardaydın? Heç biz tərəflərdə görünmürsən qarı nənə. Her yerde oldum, her yerde. Ha. Mənim oğlanlarımdan bir xəbər yoxdur ki. Qayıdıblar, he? Doğru. İkisini gördüm karvansarada. Oturup yiyip içirdiler. Doğru. Ama biri şehrin o başında, biri de şehrin o başında. O benim başımda. Buradadılar. He, qayıdıblar. gəliblər ana. Ömrü qardaşlar haqqında ikisi. Onları görmemişim. Yəqin gələrlər harda olsa. Yəqin gəlir. Şimdi gələrlərdi, nə biləkdə görə gələrlərdi. Gələrlər. O bir qardaşlar harada qaldı gəlmiş? Deyəsən gəldilər. Hə? Deyəsən gəldilər. Gəlirlər. 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 Mənim doğma ilginç balalarım da. Hey, yaramazlar. Hoş geldiniz. Hoş geldiniz benim balalarım. Mənə baxın. İndiki gəldiniz. Deməli siz belə eləyin. Gətirdiyiniz hədiyələri bir-bir çıxarıb gətirin, göstərin. Amma papağınızı çıxarıb gəlin ki, Bonka sizi tanımasın. Bildiniz? Gəlin. Tez, gəlin. Bonka. Ata! Sen çık bura. Sen çık bura. Ata! Gel kömeğine çok ağırdı. Çabuk. Allah. Ama bonkanın koluna bilerziyasın bağlayacağım ata. Geç, geç gel. Geç, aç. Aç. Hadi hop! Hadi hop! Hadi. Vay. Bu nedir? Bu nedir? Ata. Sen, Vay vay. sen doğmaktan aldadırsan. Ata. Ha? Sen beni yalan danışırsan. İtil. İtel İtil buradan. sen başa İtil sal. buradan. Ata. İtil buradan. İtil. Ata, İtil icazı buradan. ver başa salın. Ata, ben bir ben siz saxta. Bilirsən, mən alverdə məşğul idim. Saxta bilərziklər sifariş verirdim. Saxtadım, anladırdım da cəmaatı. Axmaqlar çoxdur. Amma bonqaya asil qızın sifariş vermişdim. Amma indi məni aldadıblar da, gecə qaranlıqda sırıyıblar bunları mənə. Şanın burada. Ne atan var, ne de nişanlın. Getir, getir bunları da. Cehennem ol buradan. Gözüm bir de seni görmesin. Banka. Yaramaz. İtil bur. İtil buradan itil. Banka İtil. çalmasa sen bilsən. Görürsen kohum. Mertimiz nece ağır başı gelir. Var o biriler bir adam olaydılar adam. Bilərziyə baxın. Bilərziyə, gözəlliyə baxın. Quşları görürsünüzmü? Bakın, yaxşı. Amma bunu bonkanın qoluna üzüm bağlayacağım. Vallahi. Necə də Vallahi gözəl. göre vallahi. Bonka, ona qədər sayacağım. Görək neçə qədər. Bir, iki, üç, dörd, beş, altı. Bonka, mənim aradım güclü olacaq, güclü. Ağırdı ya. Necə də gözəl. Bana bak. Bana bak. Oğlum sen bunu hardan almışsın ha? Mən bunlardan almışam, almışam da, pulla almışam. Xüsusi sifarişlə düzəltdirmişəm. Başqa bir hədiyən yoxdur. Ay qız, sən də lap ağ eləmə. Heç padşahın arvadı, Hürrəmin belə qolbağı yox. Ey ne hürrem ne mürrem. Hiç parçaladığının kolu bu ağırlığa dözmez. Mənim qolum dözər. Gözlerde ne bileyim ha. Görürsen de o. Nece zəh kimi cingildiyip cing. Hə, deyirəm bəlkə o birisilər daha yaxşısını gətirəcəklər. Söz danışdı da gelin axala. Necə yəni, məndən yaxşı hədiyyə heç kim gətirə bilməz. Buyurun sizin için ipək yaylıq, atam içinsə kəhraba təsbih. Tesbih. Çox gözəldir, amma deyirəm, hər halda bir də baxa görə bəlkə o birələr... Oğlanlardan biri de gel.
Qarı nənə, get onu çağır, get. Bir Get onu dəqiqə, bir çağır. dəqiqə. Ata, o mənim yanımda utanıb eləyər. Çünki mənim hədiyyəm. Yaxşı, get onu çağır, get. Qoy mən gedim, sonra görüşərik. Yaxşı. Ata, onu da ver, onu da ver. Bonka, göstərən. Buyurun. Yaxşı, get çağır, get. Amma denən ki, başı papaqsız gəlsin. Bilirsən, nə niyə? Get elə, get. Gözləyək. Mən burada oturum. Belə. Hə, bax belə. Oturaq gözləyək. Hə, bu da yeni cavan. Gəlir. Bonka. Ata. Oğlum. Ata bağışla. Birinci sizle salamlaşmalıydım. Salam gelene hala. Salam. Ata. Bilirsiniz günah Bonka'dadır. O kadar güzeldi ki. Onu gören kimi size salam veremedim. Ata. Ama siz çok ağır bir şart kesmiştiniz. Hem de düz şart değildi. Axı dünyada insanın ləyaqəti onun var dövləti ilə ölçülə bilməz. Məsələn, dünyada en alçaq adam varlana bilər. En yaxşı ləyaqətli insan birdən-birə müflis ola bilər. Ay oğul! Başkalarına böyle ağıl verməkdənsə, göstər görək nə gətirmişsən. Bonka, bax, mən sənin üçün bu kiçik bir ərziyi gətirmişəm, Bonka. Ver onu mənə, ver. Bunu mən Bonka'nın qoluna bağlayacağım, mən də sayacağım. Bonka, əlini keçir. Ay sağ. Aha, deməli belə. 1, 2, 3, 4, 5, Bonka, 6, 7. Bax, bu çiçək yadındadır. 8, Ne oldu kızım? Ay Allah kızıma ne oldu? Nihayet ki Bonka öz seçimini etti. Ne diyebilirim? Allah sizi hoşbəxt eləsin. Bonka. Gül baba, bu sensin. Hə, mənəm Bonka. Hiç olmasa bir sözdü. Nə deyim Bonka? Biraz əvvəl dünyada ən bədbəxt adam mən idim. İndi isə dünyanın ən xoşbəxt adamıyam Bonka. Bilirsən, hələ bir il bundan əvvəl mən bundan 5 dəfə yeni bir bilərzik düzəltdirmişdim. Hə, atam üçün kəhraba təsbih, Yelena xala üçün ipək yaylıq almışdım. Amma bir gecə quldurlar qaldığım yerə hücum elədilər. Nəyim varsa hamısını əlimdən aldılar. Səhər istəyirdim özümü dənizə atım, özümü öldürüm. Amma qollarımı çirməliyib işə girişdim Bonka. Bu kiçik bilərziyi düzəltdim. Gül papa, sen özün bilirsen ki, bu gül benim için kızıldan da vacipti. Axı, ümumiyyətlə, qızıl nəyə gərəkdir, hə? Mənim əziz Bonkam. Gül papa. Benim balalarım, nağılımız burada sona yetti. Peter ağa, Yelena, bütün kent cemaatı Bonka ile Gül Papaq üçün 7 gün 7 gece toy elədilər.